Güləndə əlin ağzına qoyurdu. Soruşdum, niyə belə eləyirsən? Dedi, balaca olanda anam bir dəfə dedi, güləndə ağzını o boyda açırsan ki, bütün dişlərin görünür. O vaxtdan bəri hər güləndə çalışıram ağzımı gizlədim. Dostlar, uşaqların bədən quruluşları ilə zarafat etmək və onları ələ salmaq çox pis haldır. Qara qız deyib keçə bilərik və ya uşağın qulağı ilə, gözü ilə, saçı ilə, boyu ilə, ya kök və ya arıq olması ilə elə zarafatlar edə bilərik ki, uşağın ömür boyu yadından çıxmaz. Hər zaman adam içində özündən utana bilər. İlk növbədə uşaqda dismorfofobiya yarana bilər. Elə düşünə bilər ki, mən çirkinəm, dostları ilə oturmaqdan, insan içinə çıxmaqdan çəkinər. Lövhəyə çıxmaq belə onun üçün böyük bir problemə çevrilə bilər. Uşaq şuuraltı olaraq qərar verə bilər ki, mən danışmaqdan çəkinməliyəm, mən yaxşı danışmıram. Çünki evdə valideynim mənə demişdi ki, sən çalış danışma, sən gülmə. Bu sözlər ona o qədər inandırıcı gəlir ki, dünya ona desə ki, sən yetərlisən, sən qəşəng danışırsan, yenə də sizin dedikləriniz onun qulağında səslənəcək. Uşaqlarımızı tərifləyə bilmiriksə, heç olmasa pisləməyək.